Bəzi ayələrdə Peyğəmbər yaxın qohumlarını, Məkkə əhalisini qorxud, onlara öz dinə dəvət et kimi məsələlər vurğulanır. Məsələn, Şüəra surəsində buyurur ki, وَأَنْزِرْ əşirətəkəl əqrəbin, öz yaxın qohumları qorxud. Bəziləri bu ayələrə istinad edərək demişlər ki, baxın, bu ayələr onu göstərir ki, Peyğəmbərin dini yalnız öz qohumları və Ərəbistan yarımadası üçün idi, digər məntəqələr üçün deyildi. Baxın, bunlar ümumiyyətlə bu ayələrin nazil olmaq ardıcıllığını nəzərə almır. Qur'an-ı Kərim bu ayələrlə bunu bildirmək istəyir ki, Peyğəmbər mərhələli şəkildə insanları İslama dəvət etmişdi. Birbaşa, məsələn, Peyğəmbər Məkkədə olaraq Afrikaları İslama dəvət etməyəcək ki, birinci gələ öz qövmündən, öz məntəqəsindən başlaya digər məntəqələrə. Biz Qur'an-ı Kərimin çünki növbəti ayələrinə baxdıqda görürük ki, artıq Qur'an-ı Kərim digər məntəqədə yaşayan insanlara da xitab edir. Buna əsasən bu kimi ayələr dəlil deyil ki, İslam dini və Peyğəmbər yalnız ərəblər üçündür.